Aşağıda ayın 1-dən 31-nə qədər doğulan hər kəs üçün 2026 proqnozu tam şəkildə verilir. Qısa, aydın və ən düz formada yazdım. Doğum gününə görə 2026 proqnozu 1-dən 31-ə qədər. 1. Güclü başlanğıc ili, yeni iş, yeni layihə, yeni addımlar, liderlik artır, şans açılır. 2. Harmoniya və münasibətlər ili, ən çox sevgi və ailə sahəsində irəliləyiş, yumşaq amma uğurlu enerji. 3. Uğur və yaradıcı sıçrayış ili, ilham, məşhurluq, bacarıqların açılması, pulda artmağa başlayır. 4. Sabitlik və möhkəmlənmə ili, iş, pul və həyat planlarında nizam yaranır, güclü təməllər qurulur. 5. Böyük dəyişiklik və hərəkət ili, səyahət, azadlıq və gözlənilməz şanslar, karyerada sıçrayış. 6. Sevgi və ailə ili, əlaqələr dərinləşir, barışıq və ev qurmağa doğru addımlar görünür. 7. Ruhani və gizli şanslar ili, daxili güc artır, intuisiya güclənir, gecikən uğurlar açılır. 8. Pul və güc ili, maddi qazanc yüksəlir, biznesdə böyük dönüş ola bilər. 9. Tamamlanma və uğurlu nəticələr ili, köhnə problemlər bağlanır, yeni dövr başlayır, şəxsi rahatlıq artır. 10. Taleyin yüksəliş ili, istedad tanınır, ad qazanma, işdə yüksəlmə, parlaq şans. 11. Güclü intuisiya və ilham ili, qoruyucu enerjilər yanında qəfil fürsətlər açılır. 12. Sakit amma məhsuldar il, hər şey yavaş-yavaş amma doğru yöndə gedir, maddi stabillik. 13. Güclü transformasiya ili, həyatında köklü dəyişiklik, iş, yaşayış yeri və ya münasibət. 14. Dinamik və sürətli il, gözlənilməz qapılar açılır, gəlir artır, təzə imkanlar doğulur. 15. Sevgi və maddi güc ili, həm eşq, həm də pul sahəsində yüksəliş, çəkicilik artır. 16. Dərin dönüş ili, iç güc, ədalət və tale yüklü hadisələr, qəfil uğur. 17. Uğurlu planlar ili, arzular reallaşır, planlar həyata keçir, çox güclü iş enerjisi. 18. Məsuliyyət və möhkəmlənmə ili, sınaqlar olur, amma nəticə çox yaxşıdır. Hər addım güclənməyə gedir. 19. Güclü şans ili, həyatın böyük